Değerli izleyiciler, bir daha akşamımız xeyir olsun deyirəm. Bir daha başımızın tacı olan, haqqı boynumuzda olan, bugün torpaq altında yatıb bizlər üçün canlarından keçib, torpaq üzərində rahat gəziriksə, qanı ilə tarix yazanı vətən uğrunda canından keçən şəhidlərə borcluyuq, qarşılarında baş əyirik. Allah qazilərimizə, şəfa və etiranlarımıza can sağlığı versin. Cürəkli bayraq altı əldə silah, əsgərindən zabitinə kimi bizi qoruyan ordunu Allah qorusun deyirik. Biz bugün şəhid ailələrinin yanında olduğu kimi bugün xəstə imkansızların da yanında oluq. Təmənnasız bir manat götürmədən, heç kimdən bir manat almadan hər bir ailədən də maraqlana bilərsiniz. Məqsədimiz odur ki, nə qədər ömrümüz varsa Allaha xatir, xəstələrin, imkansızların yanında təmənnasız olacaq. Bu günləri o xəstələrdən də biri gəncimiz, cavanımız, 2 övlad sahibi olan Orxan qardaşımız, musiqiçi qardaşımızdır. Yəni hər ailələrdə, hər bir ailə belə bir insanları arzu edir ki, qapısında olsun. Çünki musikantdır. Hansı bir ailədə olarsa, o ailədə xoşbəxtlik, toy, musiqi səsi gələr. Yəni bir gəncin birləşməsi deməkdir, vüsala yetişməsi deməkdir. Bu günləri bax o gəncimizdən biri Orxan qardaşımız qaraciyərdən əziyyət çəkir. Allah şəfası versin deyirik. İnşallah xalqın köməyi ilə. Bax bu günləri 1 manat, 10 manat, 20 manat, 5 manat yüksək məbləğdən balaca məbləğə qədər dəstək olanlara Allah can sağlığı versin. Bugün vətənimiz üçün canından keçən, qanı ilə tarix yazan Orxan Əkbərovun ailəsinə qarşısında baş əyirəm. Bugün onun qardaşı Ənvər qardaşımız. Təşəkkür edirəm, 100 manat o dəstək oldu. Bu günləri Ramin Əskərov 121 manat dəstək oldu, var olsunlar. Kimlər dəstək oldu? 1 manat, 10 manat, 20 manat, 50 manat, balacıdan böyüyə kimi adlarını çəkə bilmədiklərimiz də qonşularından gəldi. O Minə xanımdır dediniz. Şimdi onlar kimlər dəstək oldusa. Sonra Qeyzin oğlu Zöhrab. Orxanın oğlunla dostu Kənanla. Allah canlansın. Kimlər dəstək olursa və bu gündən də etibarən üzümü Biləsuara tuturam. Başda Biləsuar olmağına Azərbaycanın hər bölgəsi bugün Orxan qardaşımıza dəstək olsun. Və bir daha dəstək olanlar Allah sizi var eləsin. Bugün Allaha xatir, Allaha sevərək, bugün Allaha xatir görülən iş Allah mükafatını verir. Bugün biz necə Allaha xatir ediriksə, ona görə də sevə-sevə işimizi görürük. Və bir daha Allah şəhidlərimizə, rəhmət qazilərimizə şəfa və etiranlarımıza can sağlığı. Orxan, bir iki kəlmə sən də deyil. Allah hamısını can sağ eləsin. Yəni, başda Ramin olmaqla, Ənvər olmaqla çox sağ olsunlar hamısı. Rahim, qonşumuz Rahimdir, sonra Qeysdir. Allah hamısını can sağ eləsin. Allah elimizə bərəkət versin. Yəni, bu pul hamısı eldən gəldi də bizə büyümdə. Bəli. Allah hamısını can sağ eləsin. 505 manat pul yığıldı qardaş. Bir saatdan 505 manat. Çox sağ olsun. Məbləği deyim biləsiniz. Təşəkkür edirəm, var olasın. 3 ailədə olacam, 3 ailədə. 2-ci ailədə növbəti ailəyə gedəm. Hər gün 3 ailədə olacam. Sağ olun, çox sağ olun. Var olasın, gecəz xeyrə. Sağ olun.